Demek, OTK'nın sonuncu sınavından bir neçe sualı izah etmek istedim. Cümleye uygun gelen sxemansıdır. Keçme bunların edebazlığından. Bunu obraz deyir. Vasitesiz nitq deyir. Diye Hüseyin kişi düşündü ve gözünü hastanın yüzünden çekip hekime baktı. Bu artık müelliftir. Demeli, burada cevabımız C olacak. Birinci vasitesiz nitq. Daha sonra müellif. Burada biz ancak virgül treni harda koyacak? Adamın sözü biten kimi. D'den evvel. D'den sonra koymuruq. Çünkü bundan sonra artık ne gelir? Müellifin sözü. Cevap C'dir. Devam edirik ikinci testimizden. Fərqləndirilen sözlerin leksik mənalarından bağlı uyğunluq. Kupe, kayut, tersane. Deməli burada kupeye diyeceğiz biz. Ne? B variantı. Sərnişinlər üçün vagonda diler ayrıca kupe var. Otaq. Bire ne deyirik? B. Bunun mənasını bilə bilərdik. Kayut ve tersane biraz belki çetin gelebilirdi. Kayuta diyeceğiz biz burada C. Kayut artıq gemilerde sərnişinlər veya komanda heyətinə mensup şəxslər üçün ayrıca otaqdır. Buna C deyirik. Tersane nədir? Tersane bilirik ki, deməli təmir olunan, gəmi düzəldilən yerdir. Deməli, 1'e deyirik B, 2'ye C, 3'e Y deyirik. Cevabımız ne olacak? B, C, Y variantı. Burada ressamlıkla hiçbir alakası yoktur. Yani ressamlığa ait hiçbir şey yoktu burada. Bunu da bir iki çıxırıq. Devam edirik. Burada deməli dördüncü testimizden. Baxırıq burada dördüncü testimize. Cümleler esasında doğru fikirler müəyyən edin. Her iki cümleye aittir. Yalnız gramatik mənası olan nitq hissəsi işlənib. Bu ne deməkdir? Yani köməkçi nitq hissəsi. Birinci cümlede V var. İkinci cümlede köməkçi nitq hissəsi yoktur. Bu her ikisine ait değil. Bir səhvdir. 2. Fiili birleşme var. Fiili birleşme ne deməkdir? Yani esas tərəfi məsdər, fiili sifət ve fiili bağlama. Burada birincide içeri girer girmez fiili bağlama terkibidir. Çünkü esas tarafta ne var? Armaz ermez. İkinci tarafta ipi yaylığa bağlayıp. Burada da fiili bağlama var. Ibın yerine arak koyabilirikse. Bu nedir? Fiili bağlamadır. İpi yaylığa bağlayarak ipin diğer ucu dişinden divara dırmaşdı. Deməli burada fiili birleşme her ikisinde var. 2 düzdür burada. 3'e bakın. Altından xətt çekilmiş. Məlum növdə olan fiiller keçmiş zamandadır. Görək burada altından xətt çekilmiş fiil. Hansıdır? Qıfıllandı, dırmaşdı. Qıfıllandı məlum növdə değil. Məchul növdədir. Sözün kökü qıfıl. Dilimizde gıfıllamak fiili var. Ve kim tarafındansa gıfıllandı. Məchul növdür. Deməli, bunlar məlum növdə değil. Gıfıllandı məchul növdədir. Ama dırmaşdı məlum növdədir. Keçək digər tərəfə. Cümlelerden yalnız birine aittir. Məchul növdə olan 3 fiil var. Düzdür. Çekilip bir. Kim tarafındansa kapı çekilip bağlandı. Kim tarafındansa bağlandı. Kıfıllandı. Kim tarafındansa. Bu doğru cevaptır. Yalnız birinde var. İkincide bağlayıp məlumdur. Dırmaşdı məlumdur. Burada məhculdur ümumiyyətlə. Bu birine aittir. Hal şekilçili ve mensubiyet şekilçili isimler işlenir. Burada birinci cümlede
Hal ve mensubiyet şekilçidir. İsim görev var mı? Otağın ancak yeli aldı. Kapısı mensubiyettir. Burada yani hal ve mensubiyet şekilçilik isim yoktur. İkinci de dişinde. Bir tane var. Ama bu değil isimler işlenir. Yanlıştır. Yani hal ve mensubiyet şekilçilik isimler değil. Burada yalnız bir tane. Onun dişi ve dişinden. Deməli bir dənədir. Keçirik 6-ya. İki nitq hissəsinin xüsusiyyətini daşıyan söz işlənir. Nə deməkdir bu? Yəni məsdər, fiili sifət və yaxud fiili bağlama. Birincidə fiili bağlama var. Girər girməz. Fiili bağlama. İkincidə də var. Bağlayıb yerinə araq qoya bilirik. Bu hər ikisinə aiddir. Hər ikisində fiili bağlama var. Fiili bağlama hem fiili hem zərf xüsusiyyətini daşıyır. Bu birine ait değil, ikisine de aittir. Cevabımız ne olacak burada? 2 ve 4. A variantı. Növbəti sualımız. Fiili birləşməklə ifadə olunan ikinci dərəcəli cümlə üzvünün işləndiyi nümunələr. Görək, oğlunun yolunu gözləyən ana. Qonşular da çağırmışdı. Çağırmışdı. Kim? Ana. Hansı ana? Oğlunun yolunu gözləyən. Burada fiili sifət tərkibi var. An, ən. Əsas tərəfi. Nədir? Fiili sifətdir. Deməli, bu fiili birləşmədir. Və ikinci dərəcəli üzdür. Yəni, təyindir. Deməli, bunu biz götürəcəyik. Bunu götürəcəyik. Maralın soyuq daşlara fışkıran isti südü. Gözlerimi tuttu. Burada ne etti tuttu? Ne? Maralın südü. Üçüncü növ ismi birleşmedi. Bu yeli aldı. Bu da mensubiyetti. Mensubiyetti. Demeli burada gördüğümüz gibi fiili birleşme değil. Bu ismi birleşmedi. Burada ümumiyetle fiili birleşme yoktu. İkini çıkma. Kükünar Salabi'nin adamlar için koyduğu işareydi. İşareydi haber, ismi haber. Nece işare? Deməli, Salabi'nin adamlar için koyduğu fiili sifət tərkibidir. Əsas tərəfi fiili sifət olduğu için fiili birləşmədir. Burada da var. Roman epik növün ən əhatəli və çox şaxəli janrıdır. Deməli, burada nə də fiili birləşmə yoxdur. Nə məsdər, nə fiili sifət, nə fiili bağlama yoxdur. Bunu çıxarıq. Bu ismi birləşmədir. Epik növün janrı ismi birləşmədir. Tomun köynəyinin quru olub olmadığını düşünmək ona xoş gəlirdi. Xoş gəlirdi, xəbər. Kimə? Ona. Ne ona hoş gelirdi? Tom'un köynəyinin quru olup olmadığını düşünmek. Məsdər tərkibidir. Burada fiili birleşme var. Ama bu fiili birleşme ikinci dereceli üzv değil. Mübtədadır. Cevabımız 1-3 A variantıdır. Növbəti testimizdə hansı nümunədə yanaşı gələn isimlər yer alınır. Deməli, burada bakın. Piştaxtıya isimdir. İsimler aktarılır. Eşyalar isimdir. Bunlar yanaşı gelmiyor. Bize diye yanaşı iki isim gelsin. Bu yanlıştır. İki isim yanaşı gelmiyor. B'ye bakırıq. Pambıq yığımı zamanı itkiye yol verilmemelidir. Pambığın yığımının zamanı. Burada pambıq isim. Yığım isimli. Pambığın fikrimizde buyurur. Gayrimeyen yer aldı. Yığımının zamanı. Gayrimeyen yer aldı. Burada iki tane isim yanaşı gelip ve her ikisi yer aldı. Cevap ile bildim. C'ye bakın. Şeker gülüşünden canlar tezeli.
Burada deməli baxırıq biz şəkər gülüş. Şəkər adlı xal. Gülüşündən çıxışlı xal. Canlar adlı xal. Bunlar olur. Yəni burada iki dənə deməli isim gəliyor yoxdur burada məndən. Deməli burada belə olmalıdır. Sənin şəkər gülüşündən canlar təzələnir. Havaların soyması. Burada isim. Havaların bir dənə isim var burada. Yeydə füsunkar gözəllik. Burada isim gözəllikdir. Ruhu oxşamaq feil. Burada bu da adlı xaldı. Cavabımız nə oldu? B variantı oldu. Pambığın yığımının zamanı. Davam eləyək. Deməli, baxırıq burada neçənciyəm? Deməli, baxaq burada 7-ci testimizə. Deyir ki, zərfin bütün məna növlərinə aid nümunə var. Birinci cümlədə zərf, dünən zaman zərfi, xeyli miqdar zərfi. Deməli, burada cəmi 2 dənə zərf var. Zərfin neçə məna növü var? Zərfin ümumiyyətlə 4 məna növü var, bilirik ki. Miqdar, tərz hərəkət, zaman və yer zərfi. Burada ikisi var. B'ye baxırıq. Zərflər indi zaman. Üz-üzə tərz hərəkət. Dəfələrlə miqdar kəmiyyət. Burada da biri yoxdur. Yer zərfi yoxdur. Çaşdırıcı ola bilər ki, haraya sözünü uşaqlar yer zərfi götürə, o sual əvəzliydi. Dilimizdə olan bütün sual sözlər sual əvəzliydi. C'də bəzən zərf zaman. İşıqsız işləyirdi. Necə? Tərz hərəkət. Burada deməli, gördüyümüz kimi 2 dənə zərf var. D'də indi zaman. İrəli yer. Azmaz miqdar kəmiyyət. Birtəhər tərz hərəkət. Cavabımız elə D variantıdır. Burada zərfin bütün məna növləri var. Y'də əvvəlcə zaman, sonra zaman. 2 dənədir. Cavab deydi. 8-ci testdə. El bir olsa, dağ oynadar yerindən. Burada baş cümlə hansıdır? Salsə olan yer. Bu dağ. Digər hissəsi hansıdır? Başdır. Salsə olan yer budaqdır. O birisi başdır. Baş cümləyə baxırıq. Burada baş cümlə deməli xəbər, oynadar. Oyna sözün kökü. Oynat ar. 2 leksik şəkilçi var. Xeyr. Bir dənə leksik şəkilçi var. Sözün kökü oyna. D əslində t'dır. D-yə keçib. Ar qrammatik. Bir səhvdir, bir leksik şəkilçi var. Məlum növdədir. Düzdür. Dağ oynadar, bəli, özü. 2. İsimdən düzəlib, səhvdir. Çünki feildən düzəlib. Oyna feilindən düzəlib. Səhvdir bu. Xəbər şəklindədir, düzdür. Zaman şəkilçisi varsa, xəbərdir. Şəxs sonunu qəbul edib, şəxs sonunu qəbul etməyib. Qeyri-qəti gələcək zaman. 3-cü şəxsdə şəxs sonunu qəbul eləmir. Biz bilirik ki, şudi keçmiş zaman, qeyri-qəti gələcək zaman və indiki zaman. 3-cü şəxsdə şəxs sonunu qəbul etmir. Bu da yanlışdır. Cavabımız 2 və 4'dür. D variantı. Davam eləyək burada 9-cu testin. Daha doğrusu 9-cu test buradadır. Kökü amonim olan düzəltmə isim işlənmişdir. Burada əlbəttə ki yedim. Bağçanın kökü bağdır. Çay leksik şəkilçi. Deməli bu düzəltmə isimdir. Kökü amonimdir. Bağ. Bir var ayaqqabı bağı. Bir də var güllü çiçəkli bağ. Bilirik ki bağ sözü amonimdir. Bunu topuğu da verim. Deməli 10-cu testimizdə baxaq. Cümlədə fərqləndirilmiş hissə əsasında ardıcıllığın ürünüdür. Dünənki hadisə. Hansı hadisə? Burada dünənki. Bu əlbəttə ki leksik şəkilçidir. Nədir? Leksik şəkilçi.
Zərfdən sifət düzəldir. İnanırıq ki, bu nədir? Bu, əlbəttə ki, bağlayıcıdır. Nəyə inanırıq? Bağlayıcıdır. Mən ki, ədatdır. Qüvvətləndirici ədatdır. O birinciliyə layiq deyil ki, sual ədatıdır. Sual cümləsində işlənir. Deməli, cavabımız necə olacaq? 4, 1, 2, 3. D variantı olacaq. Deməli, cavabımız nə olacaq? D variantı.